Have got, has got. Var, vardır ifadəsi. Cümlə quruluşu mübtəda birinci yerdə durmalıdır. Have got və ya has got və var olan əşya və ya şəxs. I have got a book. Mənim kitabım var. Azərbaycan dilinə yəlik əvəzliyi kimi tərcümə olunsa da diqqət edirsiniz, mənim. Lakin şəxs əvəzliklərinin adlıq formasını istifadə olunur. I, you, he, she, it, we, you, they. Yəni şəxs əvəzliyinin adlıq formasını istifadə olunur. Baxmayaraq ki, Azərbaycan dilinə mənim var, yəlik kimi tərcümə olunur. Keçmiş zamanda bütün şəxslərdə had olur, amma unutmayın, had got deyilən bir ifadə yoxdur. He-də, she-də, it-də has olur, qalan digər şəxslərin hər birində have olur. Cəmdə bütün mübtədalar hər zaman have got ilə işlənir, təkdə olan mübtədalar isə has got ilə işlənir. Misal üçün, baxaq, diqqət edək. My friends, gördüyünüz kimi, have got cars. Amma my mother, yəni əvəz edirik she has got a new bag. Əgər cümlədə got varsa, sual və inkarı o cümləyə have və ya has-lə veririk. Sual verərkən have ya has cümlənin əvvəlinə keçir. Cümləyə inkar verərkən have ya has-ə not əlavə olunur. I have got books, have I got books, I haven't got books. Lakin cümlədə got yoxdursa, cümləyə sual və ya inkar do və ya does ilə verilməlidir bu zaman. Unutmayın, does olan cümlədə mütləq have olmalıdır. Hətta he, she olsa belə. I have books, do I have books, I don't have books. İndi burada diqqətli olun. She has got a toy. Gördüyümüz kimi got var. Demək bu cümləyə nə ilə sual verəcəyik? Has-lə. Has she got a toy? İnkarında she hasn't got a toy. Bu əla. İndi bura baxaq. She has a toy. Burada got yoxdur. Demək nə ilə sual verəcəm? Does-la. Does she, baxın, have. Does she have? She have. Bunu unutmayın. Liseylərə çox tez-tez düşər. Xüsusən Dəyanət liseyinə hazırlaşan şagirdlərimiz. Ehtiyatlı olun buradan. Does she have a toy? She doesn't have a toy. Və unutmayın, she has no money, she hasn't got any money, hasn't got. She doesn't have any money, she has no got deyilən bir şey deyə bilmərik. Əgər no ilə danışacaqsa, o zaman she has no money dayandıq. Yəni no-dan sonra biz got deyə bilmərik. Əgər got ifadəsi işlədəcəksə, o zaman not olmalıdır. Sizə dərsi izah etdim. Mən Ayda Mari.